Siz mimoza salatını toyuq ilə ya balıq ilə hazırlayırsınız. Mimoza SSR dövründə yaranmış salatlardan biridir və orijinal reseptində konservləşdirilmiş balıqdan istifadə olunur. Ən çox şprot, sayra, skumbriya, tuna balığı və qarbuşadan istifadə olunur. Sovet dövründə təzə məhsulun qıtlığı səbəbindən bir çox reseptlərdə konservlərdən istifadə olunurdu. Mimoza da o salatlardan biridir, amma zamanla resepti dəyişərək balığı toyuq ilə əvəz etdik. Bu salatın hazırlanma qaydasını məncə hər kəs bilir, amma videoda ən düzgün ardıcıllığı sizin ilə paylaşıram. Salat üçün ərzaqları öncədən bişirib soyutmuşam. Balıq olaraq isə konservləşdirilmiş qarbuşa seçmişəm. Qatların arasına mayonez və duz istiot əlavə olunur. Birinci qat kartof, ikinci qat qarbuşa, üçüncü qat yumurtanın ağı, dördüncü qat kök, beşinci qat isə yumurtanın sarısını əlavə edirəm. Və salam. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.